Bugün uşaq yataraq necə əmizdirilir? Bunun üçün 2 poza haqqında danışacağam. Ana necə uzanır? Başımızın altında yastıq olmalıdır. Əgər başınız çox aşağıda qalırsa, ikinci bir yastıq götürün. Bax, bu cür uzanırıq. İndi isə uşağı özümüzə tərəf çəkirik. Birinci poza istənilən döş tipi üçün uyğundur. Uşağı özümüzə çəkirik, boynunu dirsəyin bükümünə qoyuruq. Sonra uşağı yuxarı aşağı hərəkət etdiririk ki, burnu döş kiləsinin səviyyəsində olsun. Daha sonra döşü götürüb qatlama əməliyyatı edirik. Qatlamanı həmişə burada yuxarı hissədə edirik. Qatlamanı etdik, döşü yuxarı dodağın üstündə gəzdiririk. Uşaq ağzını biraz açır, döşü ağzına yerləşdiririk və eyni anda uşağı döşə yaxınlaşdırırıq. Bunu bu cür hərəkətlə etmək olar. Bəzən analar belə də edirlər. Və ikinci bir variant var. Uşağı necə yerləşdirə bilərik? Amma bu pozisiya yalnız kiçik döşlər üçün uyğundur. Birinci və ikinci ölçü. Bu zaman qatlama etmirik. Sadəcə uşağı döşə yaxınlaşdırırıq. Uşaq burnu ilə giləni tapır, ağzını biraz açmağa başlayır və biz onu döşə dərin şəkildə yaxınlaşdırırıq. Uzanaraq əmizdirərkən çox vaxt bel tutulur və bizə sadəcə çətin və narahat olur. Çox kömək edir ki, yuxarıdakı ayağı irəli uzadaq, arxaya isə yastıq qoyaq ki, biraz arxaya söykənmək və beləliklə belimizi rahatlatmaq mümkün olsun. İndi mən uşağın döşə təbii şəkildə yerləşdirilməsi pozasını göstərirəm. Bu pozanı həm sadəcə ana südü ilə qidalandırmada, həm də epiziotomiya zamanı istifadə etmək olar. Bu pozada uşağı bu cür yerləşdirə bilərik. İkincisi isə uşağı bu cür də yerləşdirə bilərik. O yuxarıdan döşə yaxınlaşır. Hətta bu cür də mümkündür. Üstəlik, biraz da aşağı enə bilərik və eyni qaydada uşağı demək olar ki, uzanmış vəziyyətdən döşə yaxınlaşdıra bilərik. Uşağı təbii qidalanma pozasına qoymaq üçün onu bu cür, bu şəkildə yerləşdiririk. Burada biz boyun və yaxa nahiyəsini sabitləşdiririk. Sonra isə körpəni irəli çəkə bilərik və bu vəziyyətdən də bir daha irəli çəkə bilərik. Buna diqqət yetirin ki, mənim əlim həmişə uşağın boyun və yaxa nahiyəsini sabit saxlayır. İstənilən mövqedən sabitlənə bilər. Oturarkən körpəni döşə necə bağlamaq olar? Adətən analar çarpayıya tətbiq edirlər. Burada yastıqları sizi rahat edəcək şəkildə yerləşdirməyiniz çox vacibdir. Qolunuzun aşağı düşməsinin qarşısını almaq üçün dizlərinizə yastıq qoymaq əladır. Və beləliklə uşağı götürüb yastığa qoyuruq. Artıq qolumuz aşağı düşmür. Uşağı tuturuq. Yenə də baxın, boyun və yaxa nahiyəsi bizdə sabitdir. Körpəni elə tuturuq ki, onu döşə yaxınlaşdıra bilək. Yuxarı dodağı boyunca döşü çəkirik, uşaq ağzını biraz açır. Burnu döş kiləsinin səviyyəsində olur, körpə başını biraz arxaya atır və biz onu döşə yaxınlaşdırırıq.